Azərbaycandan qlobala çıxacaq ilk milli fast food markası. Bax, tezliklə bu adı Avropa şəhərlərində görsəz, bilin ki, bizimkilərdir. Tosteriya Bakının yeni tost mərkəzidir. Gənc ailə bu balaca məkandan böyük bir dad çıxarır. Məsələn, bu jülyenli tost şəhərdə heç yerdə verilmir, çünki özlərinin tapıntısıdır. Targoviya gəlib bunu yoxlamamaq günah olar, ciddi deyirəm. Məkanı qlobala çıxaracaq əsas səbəb bilirsiniz nədir? Burada biri 15-20 qəpik olan standart çörəklərdən istifadə olunmur. Təsəvvür eləyin ki, bir dənəsinin mayası 80-90 qəpik, 1 manat olan İtalyan çörəklərindən tost hazırlayırlar. Bu tiftikli tost gedir. Beef Jezos. Bax, bu tostda 17-18 manatlıq təmiz mal ətindən istifadə olunub. Ət özü 15-16 saat pişir, bir sutkada marinatda qalır. Ona görə də dadı möhtəşəmdir. 2 nəfərə artıqlaması ilə bəs edəcək bu qarışıq tostun qiyməti 14 manatdır. İçində bəlkə də 2 İtalyan pizzasının ingredienti var. Amma bir İtalyan pizzasından daha ucuz satılır. Yəni Tosteriya sübut eləyir ki, insanlara keyfiyyətli məhsulu münasib qiymətə satmaq mümkündür. Soslarını özləri hazırlayırlar. Ümumiyyətlə heç bir kimyəvi qatqıdan söhbət gedə bilməz. Sosları həqiqətən də gözəldir. Burgerləri və sendviçləri də əladır. Biz burada ananaslı və əfsanəvi burgerin dadına baxdıq. Kokteyl soslu bu Havayan burgerin çox maraqlı fərqli dadı var. Tosteriya Tarix Muzeyinin arxasında yerləşdiyi üçün buranı bəlkə çox adam tanımır, amma tezliklə qlobala çıxacaqlar. Çünki hədəfləri budur və o potensiala da sahibdilər. Yeri gəlmişkən tələbə bileti ilə gələnlərə 20% endirim də var. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.